Salam, hər vaxtınız xeyir olsun. Miqyasa aid sadə bir məsələnin izahına baxaq. Miqyası 1/250.000 olan birinci xəritədə iki məntəq arasındakı məsafə 8 sm, ikinci xəritə bu məsafənin 16 sm olduğunu bilərək miqyası tapın. Əvvəlcə bizə verilən ədədi miqyası, izahlı miqyası çevirək. 1/250.000. Biz bunu izahlı miqyasa çevirsək, 1 sm-də 2,5 kilometr almış oluruq. Ədədi miqyası, izahlı miqyasa çevirərkən ya 5-0 silirik və yaxud da 100.000-ə bölürük. İkinci qayda olaraq həqiqi məsafəni tapanda miqyasın kəmiyyəti, yəni 2,5-i vururuq xəritədəki məsafəyə. Bu da eləyir 20 kilometr. İkinci xəritədə bu məsafə 16 sm-dir və miqyası soruşur. Miqyası da tapanda həqiqi məsafəni, yəni 20 kilometri bölürük xəritədəki məsafə, yəni 16 sm-ə bərabərdir. 1,25 kilometr. 1,25-i də biz 100.000-ə vursaq, 100.000-ə vuranda o deyilir 125.000. Doğru cavab B variantı.